Bundan sonra vətəndaşların əllərində kağız reseptlərlə apteklərə getməsinə ehtiyac qalmayacaq. Tibbi sığorta haqqında qanuna edilən dəyişikliyə əsasən dərman satışı yalnız elektron qaydada həyata keçiriləcək. Elektron reseptin istifadəsi artıq bütün tibb müəssisələri tərəfindən həyata keçirilməsi qanunvericilik müddəasıdır. Burada bir istiqamətdə tətbiq olunma, digər istiqamətdə tətbiq olunmada sərbəstliyin verilməsi barədə artıq danışılmır. Yəni konkret olaraq imperativ şəkildə elektron reseptlə həkimlər müvafiq olaraq ambulator dərman təyinatını həyata keçirəcəklər. Paytaxt sakinləri elektronlaşmanın dərman təyinatı və satışı prosesini xeyli şəffaflaşdıracağını ümid edirlər. Yazılan müayinə, müalicə dəqiq və necə deyərlər, effektiv olacaq. Çünki bu dəqiqə elədir ki, hər kəs bir resept yazır, göndərir kağız üzərində. Bunlar xəstələr üçün də təhlükəlidir. Amma elektron olanda bunu həkim məsuliyyət daşıyır. Həkim məsuliyyət daşıdığı üçün də ki, daha doğru, daha düzgün addım olur. Elə dərmanlar var ki, məsəl üçün növbə gözləmək şərt lazım deyil də. Müəyyən xəstəliklər var, xəstələr var ki, bunlar vaxt onlar üçün hər dəqiqə, hər saniyə həyatından gedir. Bəzi əczanelərdə isə bu sistemə artıq başlanıldığını bildirirlər. Bax, elektron reseptin satışı var burada. Həmin nöqtəni bacarıq biz. Bax, burada bildirici sərf edən tərəf. Bax, aptekin adı yazılır başdan, sonra reseptin nömrəsi. Onunla bərabərdəki həmin xəstənin reseptin fin kodu. Şəxsiyyət vəsiqəsi kifayət edir. Bəli, bəli. Onu kifayət edir. Həmin resept çıxır. Resept çıxandan sonra həmin resepti biz portaldan satış edirik. Yəni portalda həmin dərmanları silirik, həmin xəstələrin adına. Yəni artıq bu həmin xəstənin tibbi sığorta hər yerdə görsənir ki, filan dərmanı, filan xəstə filan yerdən nə vaxtsa alıb. Saxtakarlıqların qarşısı alınacaqdır. Yəni tutaq ki, şiddətli təsir edən dərman preparatları var, güclü ağrı kəsicilər. Bunlar kağıza yazılırdı, heç bir yerdə sayı aparılmırdı, açıqlığı aparılmırdı və böyük problemlər yaradırdı. Müəyyən tutaq ki, dərman asılılığında olan insanlar gedirdi həmin dərmanı aptekdən saxta kağız reseptlərini alıb içirdi. Ancaq bu artıq mövcud deyil, mümkün deyil. Çünki portaldadır. Yəni ki, həmin dərman preparatları birbaşa həmin xəstənin adına vurulur. Mütəxəssislər isə bu sistemin nə qədər yaxşı olsa da nəzarət mexanizmi olmadan effektsiz olacağını deyirlər. Əlbəttə ki, bu güclü təsir edən dərmanlara nəzarət, psixotrop dərmanlara nəzarət baxımından elektron reseptlərin faydası əvəzsizdir. Amma yenə də mən deyirəm ki, bu sistemin effektiv işləməsi mən görmürəm. Yəni, perspektiv görmürəm. Biz səhiyyədə islahatları bütövlükdə aparmalıyıq. Və bu struktur islahatlarından tutmuş, bütün infrastruktur islahatlar aparılmalıdır ki, bu sistem effektiv çalışa bilsin. Rəsmi qurumlarda isə proseslə bağlı artıq müəyyən işlərə başlanıldığı bildirilir. Müvafiq işlərin görülməsi artıq başlanılmışdır və aidiyyəti idarələrə tapşırıqlar verilmişdir. Elektronlaşmanın nəticəsində vətəndaşların tibbi sığorta ilə bağlı bütün xidmətlərə əlçatanlığı daha da rahatlaşacaq və daha da operativ şəkildə həyata keçiriləcəkdir. Kağız dövrənin azalması və habelə icbari tibbi sığortanın rəqəmsallaşdırılmasına töhfə veriləcəkdir. Mütəxəssislər hesab edirlər ki, sistemin tam səmərə verməsi üçün bütün tibb müəssisələrinin vahid platformaya inteqrasiyası və effektiv nəzarət mexanizmlərinin qurulması əsas şərtlərdən biridir. Səbinə Şükürova, Ramiq Abbasov, Anar Ağazadə, İTV Xəbər.